Musayeва Texpar komandasının üzvüyəm. Beynəlxalq SAP 2025 İnnovasiya və Sahibkarlıq kateqoriyası üçün təqdimat edirəm. Mən Adil Avlaşlı, Texpar komandasının üzvüyəm. Beynəlxalq SAP 2025 İnnovasiya və Sahibkarlıq kateqoriyası üçün təqdimat edirəm. Bu layihəmizin adı İnnosafe Təlim Mərkəzidir. İnnosafe Təlim Mərkəzimiz yenilikçiliyi və təhlükəsizliyi özündə birləşdirir. Burada təhlükəsiz olduğu buradan görünür ki, piyada keçidimiz, piyada nişanımız və işıq formumuz vardır. Təlim mərkəzimizdə içəri keçdikdə burada daşlarla dekorasiya edilmişdir və burada bizi qarşılayan bir bot vardır. Bizə xoş gəldiniz deyib bizi təlim mərkəzimizə qədər yola salıb, sonra isə özü geri qayıdır. Təlim mərkəzimizin solunda idman sahəsi vardır. İdman sahəsində gördüyünüz idman alətləri 3D printerdə çap edilmişdir. Təlim mərkəzimizin sağında isə burada gördüyünüz təbii qozalarla bəzədilmiş ağaclarımız, güllərimiz və skamyamız vardır. Təlim mərkəzimiz 2 mərtəbədən ibarətdir. Təlim mərkəzimizin birinci mərtəbəsində stullar, dekorasiya üçün olan şkaflar, çərçivə, saat və gül dekorasiyası vardır. İkinci mərtəbəmizə qalxdıqda isə lövhə, müəllim üçün stul, stol, şagirdlər üçün stul, stol, saat və şkafımız da 3D printerdə çap olmuşdur. İndi sizə texniki hissə haqqında məlumat vermək üçün sözü Aqil ötürürəm. Biz burada piyada keçidinin qarşısında işıqfor quraşdırmışıq və bu işıqforu mikrobit və işıqfor modulu vasitəsilə quraşdırmışıq və mikrobitin kodlarını da make kod əsaslı kodlaşdırıcı ilə kodlamışıq. Burada qapımızın kənarında isə bizim vinci botumuz var. Bu vinci botu Matata Studioda gələn qonaqları qarşılamaq məqsədi ilə proqramlaşdırmışam. İndi isə təlim mərkəzimizin içəri hissəsinə keçid edək. Biz burada elektrik işıqlandırması olaraq LED lampalardan istifadə etmişik. Bu LED modulları isə üzərində olan tranzistorlar və müəyyən potansiometrlər ilə dimmer dövrəsi yaratmışıq. Hansı ki, bu dövrədə həm elektrik enerjisinə qənaəti, həm də daha optimal işıq səviyyəsini tənzimləmək üçündür. Daha sonra zəlzələ detektorumuzu hazırlamışıq. Zəlzələ detektorumuz bazer vasitəsilə səs çıxardır və daha sonra burada qırmızı alarm işığı yanır. Daha sonra isə içəridə təhlükəsizlik üçün qaz və yaxud da tüstü sensorumuzu quraşdırmışıq və bunların hamısını dam örtüyünün altında olan batareya və mikrobitlər vasitəsilə quraşdırmışıq. İndi isə sizinlə birlikdə tüstü sensorumuzun testinə keçək. Gördüyünüz kimi tüstünü çox həssas bir şəkildə alır və bazerimiz ötməyə başlayır. Ümid edirik ki, layihəmiz sizin üçün maraqlı olmuşdur. Bütün iştirakçılarımıza buradan uğurlar arzulayırıq.